11 iyun gündəlik astroloji proqnoz. Salam, əziz izləyicilər. 11 iyun üçün hazırlanmış səsli astroloji proqnozunuza xoş gəlmisiniz. Yeni bir günün enerjisi, ulduzların bizə bəxş etdiyi ipuçları və qarşılaşacağımız fürsətlər. Görəsən bugün bürcünüz sizdən nə tələb edir? İş həyatınızdan tutmuş şəxsi münasibətlərinizə qədər gününüzü daha mənalı və uğurlu etmək üçün ulduzların mesajlarına qulaq asaq. Hazırsınızsa başlayaq. Qoç. Salam, əziz qoçlar. 11 iyun sizin üçün yeni bir enerji və təşəbbüskarlıq dövrüdür. Bugün daxilinizdəki o od alov sizi yerinizdə durmağa qoymayacaq. İş mühitində gözlədiyiniz o mühüm fürsət və ya təklif gələ bilər, cəsarətli olun və qəbul etməkdən çəkinməyin. Lakin gün ərzində tez-tez dəyişən əhvalınızı idarə etməyə çalışın, çünki ətrafınızdakılar sizin bu enerjinizə uyğunlaşmaqda çətinlik çəkə bilər. Şəxsi münasibətlərdə isə sevdiyiniz insana qarşı biraz daha səbirli və anlayışlı olmaq, axşam saatlarını hüzurlu keçirməyinizə zəmin yaradacaq. Buğa. Salam, əziz buğalar. Bugün göy üzü sizə sabitlik və daxili hüzur vəd edir. Hər zaman hər şeyi addım-addım planlamağı sevən biri kimi, bugün də bütün işlərinizin öz axarı ilə getdiyini görmək sizə böyük bir rahatlıq gətirəcək. Maliyyə sahəsində diqqətli olun, gözlənilməz xərclər çıxa bilər, lakin düzgün idarə etməklə bunların öhdəsindən asanlıqla gələcəksiniz. Sevgi həyatınızda isə güvən və bağlılıq ön plandadır. Partnyorunuzla səmimi söhbətlər etmək, gələcək planlarınızı bölüşmək aranızdakı o möhkəm bağı daha da dərinləşdirəcək. Əkizlər. Salam, əziz əkizlər. 11 iyun sizin sosial dairənizin genişləndiyi və ünsiyyət enerjinizin yüksəldiyi bir gündür. İnsanlarla olan diyaloqlarınızdan bugün daha çox bəhrələnəcəksiniz. Yeni insanlar tanımaq, maraqlı layihələrin bir parçası olmaq üçün ən uyğun zamandır. Zehni baxımdan olduqca aktivsiniz, lakin bir neçə işi birdən görməyə çalışarkən diqqətinizi dağıtmamağa diqqət yetirin. Axşam saatlarında isə biraz dincəlməyə, qəhqəhə ilə dolu bir mühitdə olmağa ehtiyacınız olacaq. Dostlarınızla görüşüb dünyadan danışmaq ruhunuza çox yaxşı təsir edəcək. Xərçəng. Salam, əziz xərçənglər. Bugün emosional olaraq özünüzü çox güclü və məqsədyönlü hiss edəcəksiniz. İntuisiyanız sanki bir kompas kimi sizi ən doğru qərarlara aparacaq. İş mühitində kölgədə qalmaqdansa öz fikirlərinizi cəsarətlə irəli sürməkdən çəkinməyin, insanlar sizin təcrübənizə və duyğulu yanaşmanıza çox ehtiyac duyurlar. Evinizlə bağlı uzun müddətdir təxirə saldığınız bir məsələni həll etmək üçün bugünü dəyərləndirin. Axşam saatlarını sevdiklərinizlə birgə keçirmək, evinizdəki o isti ab-havanı yaşamaq sizin üçün ən böyük mükafat olacaq. Şir. Salam, əziz şirlər. 11 iyun parıldamaq, özünüzü ifadə etmək və diqqəti üzərinizə çəkmək üçün möhtəşəm bir gündür. Həyat enerjiniz o qədər yüksəkdir ki, ətrafınızdakı hər kəs sizin bu coşğunuzdan ilham alacaq. İş mühitində rəhbərlik etmək, yeni təşəbbüslər irəli sürmək və özünüzü göstərmək üçün heç bir çətinliyiniz olmayacaq. Sevgi həyatınızda isə ehtiras və romantika ön plandadır. Sevdiyiniz insana qarşı olan duyğularınızı açıq şəkildə ifadə edin, bugün atacağınız hər bir xoş addım sizə sevgi olaraq geri dönəcək. Qız. Salam, əziz qızlar. Bugün sizin nizam, intizam və mükəmməllik axtarışınız iş mühitində sizi ən uğurlu insan edəcək. Detallara olan diqqətiniz, qarşınıza çıxan ən kiçik problemləri belə həll etməyə imkan verəcək. Başqaları üçün çətin görünən bir işi siz öz sistemli yanaşmanızla asanlıqla yoluna qoyacaqsınız. Sağlamlığınızla bağlı biraz daha diqqətli olmağınız, xüsusilə də gün ərzində kifayət qədər su içməyiniz və kiçik fasilələr verməyiniz vacibdir. Axşam saatlarında təmiz, nizamlı bir evdə kitab oxumaq və ya sakit bir musiqi dinləmək ruhunuzu dincəldəcək. Tərəzi. Salam, əziz tərəzilər. 11 iyun sizin üçün sosial münasibətlərdə diplomatiyanın və zərifliyin hakim olacağı bir gündür. Hər kəslə orta yolu tapmaq, konfliktləri sülhlə həll etmək sizin bugün ən böyük gücünüz olacaq. İş mühitində ədalətli qərarlar vermək, komanda daxilində harmoniyanı təmin etmək üçün sizə müraciət edə bilərlər. Estetik zövqünüzü ortaya qoyacağınız bir layihə üzərində işləmək sizə böyük zövq verəcək.
Sevgi münasibətlərində isə şirin və romantik söhbətlər axşamınızın rəngi olacaq. Partnyorunuzla birgə keçirilən gözəl bir şam yeməyi aranızdakı bağı daha da möhkəmləndirəcək. Əqrəb. Salam, əziz əqrəblər. Bugün sizin üçün analiz, dərin düşüncələr və daxili gücün zirvəsi deməkdir. Hadisələrin görünən tərəfindən çox, pərdə arxasını görməyə çalışacaqsınız ki, bu da sizə böyük üstünlük qazandıracaq. İş mühitindəki mürəkkəb bir məsələni öz soyuqqanlılığınızla həll etmək və vəziyyətə tam nəzarət etmək sizə böyük bir məmnuniyyət bəxş edəcək. Emosional olaraq çox güclü hiss edirsiniz, lakin bu gücü doğru istiqamətləndirməyə çalışın. Axşam saatlarını özünüzə ayırın, yeni strateji planlar qurmaq və ya tək başına dincəlmək üçün ən uyğun zamandır. Ox atan. Salam, əziz ox atanlar. 11 iyun macəra və yeni biliklər üçün biçilmiş kaftandır. Rutin sizi yorursa, mütləq gününüzə bir yenilik qatın. Yeni bir mövzu öyrənmək, uzaq bir məkanla bağlı planlar qurmaq və ya sizi ruhlandıran insanlarla söhbət etmək üçün bugün ideal bir zamandır. İyinbinliyinizlə ətrafınıza işıq saçacaqsınız. İş mühitində yaradıcı ideyalarınız rəhbərliyin diqqətindən yayınmayacaq. Axşam saatlarında dostlarınızla maraqlı bir mühitdə olmaq, qəhqəhə ilə dolu anlar yaşamaq gününüzün ən gözəl hissəsi olacaq. Oğlaq. Salam, əziz oğlaqlar. Bugün sizin üçün karyera və məsuliyyət hər şeydən üstündür. Hədəflərinizə doğru atdığınız hər bir addım bugün öz bəhrəsini verəcək. İş yerindəki ciddiyyətiniz və əzminiz sayəsində hamının etibarını qazanacaqsınız. Maddi məsələlərdə isə hələlik daha ehtiyatlı və qənaətcil olmaq sizin üçün daha faydalı olacaq. Məsuliyyətləriniz çox olsa da, axşam saatlarını ailənizlə və ya çox sevdiyiniz bir insanın yanında sakit, huzurlu keçirməyə çalışın. Bu dincəlmə anları sizi yeni günə çox daha güclü hazırlayacaq. Dolça. Salam, əziz dolçalar. 11 iyun sizin qeyri-adi ideyalarınızın və innovativ dünya görüşünüzün günü olacaq. Hamının standart yanaşdığı bir məsələyə sizin fərqli baxış bucağınızla baxmağınız, komandada böyük bir uğura imza atmağınıza kömək edəcək. Sosial çevrənizdə diqqət mərkəzində olacaqsınız, çünki insanlar sizin o fərqli və azad ruhlu yanaşmanıza heyran qalırlar. Sevgi və dostluq münasibətlərində dürüstlük və intellektual paylaşımlara üstünlük verin. Axşam saatlarında yeni bir şey kəşf etmək, bəlkə də yeni bir texnoloji yeniliklə maraqlanmaq sizin üçün böyük zövq olacaq. Balıq. Salam, əziz balıqlar. Bugün sizin üçün ilham və ruhsal rahatlıq günü olacaq. Xəyallarınızla reallıq arasındakı o nazik xətti bugün öz yaradıcılığınızla çox gözəl birləşdirəcəksiniz. İntuisiyanız sanki bir bələdçi kimi sizi ən doğru məqamlara aparacaq, daxili səsinizə mütləq güvənin. İş mühitində başqalarına kömək etmək, anlayışlı və şəfqətli olmaq sizin üçün böyük bir mənəvi gücə çevriləcək. Axşamı sakit bir mühitdə musiqi dinləyərək və öz xəyallarınızla baş-başa qalaraq dincəlmək, enerjinizi ən yaxşı şəkildə bərpa etməyinizə kömək edəcək. Gündəlik proqnozumuzun sonuna gəldik. Ulduzların bugün sizə bəxş etdiyi enerjini doğru istifadə etmək öz əlinizdədir. Unutmayın ki, müsbət düşüncə ən böyük uğurun açarıdır. Hər birinizə şans, sevgi və xoşbəxtliklə dolu möhtəşəm bir gün arzu edirik. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sabahki ulduz falında görüşmək ümidi ilə özünüzə çox yaxşı baxın, hələlik.